sənə verilən nemətlər haqqında sorğu-sual olunacaqsan. Allah Quran-ı Kərimdə buyurur ki: "Və in ta'udu ni'metallah la tuhsuha." Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Yəni, Allahın sənə saysız, hesabsız nemətləri var. Bu nemətlərin hamısı haqqında Allah Azza və Cəllə səni sorğu-sual edəcəkdir. İbn Kəsir bu ayənin təfsirində buyurur ki, burada Allah Azza və Cəllə buyurur ki, bu ayədə, Təkəssür surəsi 8-ci ayədə, bizdir onların nemətlər haqqında sorğu-sual edəcəyik. Allahın nemətləri də sayısı hesabsızdır. İbn Kəsir bu ayənin təfsirində buyurur ki, buradadır Allah Azza və Cəllə sağlamlıq neməti haqqında sorğu-sual edəcək bizi. Deyəcək, ey qulum, mən sənə 50 il sağlamlıq verdim. 50 il sən sağlam yaşadın. 50 il sən xəstə olmadın. Yüngül xəstəliyi oldu, şəfasını verdim sənə. Və ya 70 il sən xəstə olmadın. Yəni, belə deyək də, yataq xəstəsi olmadın. Gözünə belə deyək, nur verdim. Qulağın eşitməsini azaltmadın. Sənə qüvvət verdim, güc verdim. Sağlamlığı verdim sənə. Bu nemətdir. Bunun qarşılığı hanı? Çünki Allah bir neməti verirsə, o nemətin cavabı olmalıdır, qardaşlar. O nemətin cavabı olmalıdır. O nemətə sən cavab hazırlamalısan. Sonra buyurur ki, İbn Kəsir rəhməhullah, bura həm gözlər də aiddir, qulaqlar da aiddir, ağız da, yemək də, içmək də, təhlükəsizlik də bura aiddir deyir. Əminamanlıq da deyir Allah Azza və Cəllənin bir nemətidir. Hətta İbn Abbas radiyallahu anhu bu ayənin təfsirində buyurur ki, sərin su içmək belə Allahın sənə nemətidir. Bunların hamısını deyir, haqqında sorğu-sual olunacaqsan. Allah deyir sənə sərin su içizdirir, sərin su. Sərin su içirsiniz hal-hazırda. Yəni bu haqda qiyamət günü sorğu-sual olunacaqsınız. Vallahi billahi. O Allahın nemətidir. İbn Abbas deyir ki, sərin suya görə belə bir sorğu-sual olunacaq. Və bu haqda bir hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkir və Ömərlə birgə bir ənsarın evinə gedirlər. Bu ənsar bunlara qonaqlıq verir. Və orada bunlar sərin su içirlər və yemək yeyirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu içdiyiniz suya görə, yediyiniz yeməklərə görə qiyamət günü Allaha cavab verəcəksiniz.